Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlər və əziz müəllimlərimiz. Biz bu günlərin gözəl bir gündə 2026-cı il 22 yanvar tarixində qarlı, buzlu, şaxtalı bir gündə həm də gözəl gün çıxıbdı. Gözəl bir ziyallı ailənin qonağıyıq. Gözəl bir müəllimin, gözəl ağsaqqalın qonağıyıq. O gözəl ağsaqqalı sizlərə təqdim eləmək istəyirəm. Mənim adınız, soyadınız? Mirzəyev İlyas Şirzatoğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız müəllim? 48 il. 48 il. Hansı fən tədris eləmisiniz? Mən Dərələz mahallında anadan olmuşam. Bəli. Təhsilimi Naxçıvan Dövlət Universitetinin Riyaziyyat Fakültəsini qurtarmışam. Orada təxminən 15-20 il orada müəllim işlədikdən sonra Azərbaycana gəlmişəm. 88-ci ilin məlum hadisələrinə əsasən. Sonra gəlib mən 2 il Qasım İsmailov rayonunun, indiki Goranboy rayonunun Xoylu kəndində müəllim işləmişəm. Sonra da 2 ildə Gəncə 15 nömrəli orta məktəbində müəllim işləmişəm. Sonra 91-ci ildən bu Göygöl rayonunun Qarabulaq kəndində riyaziyyat müəllimi işləmişəm. Çox gözəl. Və indi hal-hazırda neçə yaşınızdadır müəllim? İndi də hal-hazırda 75 yaşına. Yubiləyə gəlmişik. Onda. Onda yubiləyə gəlmişik də. Müəllim, o çəkilişdən sonra o zaman qalmanın sirlərini mənə deyərsiniz də, yaxşı? Çəkilişdən sonra onları deyərsiniz inşallah. Deyərəm. Onu deyərəm. Sizlərə Allah qoysa, sizə Allah uzun ömür, can sağlığı versin. Dağlar oğlu dağlarda gəzər. Dağın havasını, suyunu, meyvəsini dərər. Ona görə də o gizli sirdir o. Bəli. Onu saxlayın. İnşallah. Və demək, bu günlərin müəllimlərimiz həm təhsilçisi kimi müsabiqə götürür, həm də gözəl ağsaqqal kimi, gözəl baba və gözəl ata kimi. Biz bilirik, müəllim gözəl babadır və gözəl atadır. Neçə övladınız var müəllim? 4 övladımız var. Adlar nədir övladlarınız? Övladımın böyük qız uşağıdır, Kəmalə İlyas qızı. O da Texnologiya Universitetini qurtarıbdır, Bakıda yaşayır. O evdardır. O övladlarınız? O biri oğlum Agrar Universitetini, Mexanizasiya Fakültəsini qurtarıb, Leytenant Svaniyasında hərbi xidmətdə olub. Onlar lazım. Harada işləyir? Onun biri Mirzəyev Ramil İlyasoğlu. O bir müddət hərbi xidmətdə olandan sonra gəldi Abşeron rayonunda işlədi. İndi də xüsusi fermer kimi təsərrüfatdadır. O biri övladım Mirzəyev Anar Şirzatoğlu 44 günlük Vətən müharibəsinin iştirakçıdır. Baş leytenant kimi. İndi hal-hazırda Samıq rayonunun elektrik şəbəkəsinin müdürüdür. Allah sağ olun. Dördüncü övladınız? Dördüncü övladım da yenə qızdır. Onun da orta təhsilli oldu. Onun da 3 övladı var. Neçə nəvəniz var cəmi? 9 nəvəm var. Nəticə var mı? Bir nəticəm var. Hamının adını dedi, amma həyat yoldaşının adını demədi. Həyat yoldaşının adını Allah ömür versin. Ondan da İnteliyə götürəcəm. onun Mirzəyeva Stara Abbas qızı. Nə deyirsiniz? Necə həyat yoldaşı? 1958. Mən narazı deyiləm onu. Çünki mənim həmişə qayğıma qalan o olub. Müəllim, bu günlərin, bax bu çəkilişə 20 ildən sonra bu çəkilişlərə nəvələriniz, nəticələriniz baxacaqdır. Yəni mən də həyatda olmaya bilərəm. Hamımız bu dünyadan köçürük. Nəvələrinizə, nəticələrinizə, yaxın tələbələrinizə, şagirdlərə, bizlərə özürəsiniz. Nə deyə bilərsiniz? Mən deyərdim ki, həyatda elə mövqe tutsunlar ki, onlar elə həyatı yaşasınlar ki, cəmiyyətimizə uyğun, cəmiyyətimizə layiq övladlar olsunlar. Çox gözəl. Bəli, hörmətli izləyicilərimiz, biz müəllimi təqdim elədik. Bizim də arzumuzdadır ki, inşallah müəllimin canı belə həmişə sağlam olsun və gələn dəfə çəkilişi müəllim balları haqqında, arılar haqqında eləyəcək.
İnşallah müəllimin nəvələri də müəllim ki, vətənimizin dəyərli vətəndaşları olsun, övladlar da dəyərli vətəndaş olsun. Müəllimin ən əsas canı sağlam olsun. 80, 90, 100 yaşında gələk gözəl çəkiliş eləyək. Çox sağ ol müəllim. Allah sizə ömür versin, can sağlığı versin. Nəvələrindən bu saatı böyük kızım 2 uşağı var, övladı. Evet. Böyük o kız Bakı Dövlət Universitetinin fizikasını qurtarıbdı. Abşeronda liseydə Ay müəllimədir. maşallah. Oğlu da Zəngilanda hərbi Akademiya oldu. Sərhəd Qoşunlar Akademiyasını bitirib orada baş leytenant kimi Çox gözəl. Çox gözəl. xidmət edib. Müəllim sizə can sağlığı arzu edirik. Uzun ömür can sağlığı arzu edirik. Sizin haqqında gəlmişik çəkiliş eləyək. Onlar haqqında yazılan məqalədə yazarıq, problem deyil. Və sizə can sağlığı. Bəli, hörmətli izləyicilərimiz çəkilişi yekunlaşdırılır.